Sevgili dostlar, ertələmə haqqında ikinci videodur. Birinci videoda ertələmənin səbəblərini danışdıq. Bildik ki, nələr bizə səbəb olur ki, biz ertələyirik. Bu videoda isə ertələmənin aradan qaldırılmasının 7 effektiv qaydalarından danışacağım. Birinci qayda kiçik-kiçik addımlarla başlamaq. Birdən-birə yox, bir gün içərisində yox, bir müddətin içərisində hissələrə bölərək başlaya bilərsən. İkinci, özünə tənqid etmədən hərəkətinə icazə vermək. Ola bilər ki, hər hansı bir işdə uğursuzluqlarla, maneələrlə, əngəlliklərlə rastlaşa bilərsən. Qoy olsun. Uğur yolunda bu cür hadisənin olması normaldır. Onlar uğursuzluqlar deyil, əslində onlara bir təcrübə öyrənmiş kimi də baxa bilərsən. Üçüncü, özünə sual verə bilərsən, niyə ertələyirəm və bununla bağlı olan düşüncələrini bir kağıza qeyd edə bilərsən ki, bu da səndə güclü bir fərqindəliklər yarada bilər. Dördüncü, yetərincə yaxşı olmaq prinsipi. Burada yaxşı olmaq şərt deyil, yetərli olması bəs edir. Beşinci, zaman blokları qur. 20 dəqiqə iş, 5 dəqiqə fasilə. 20 dəqiqə iş, 5 dəqiqə fasilə. Altıncı, vizualizasiya, görsəlləşdirmə. Görmək istədiyin, olmaq istədiyin bir vəziyyətini tam şəkildə, şəffaf şəkildə, bütün detallarıyla görürsən, təsəvvür edirsən. Səslər, görüntülər, toxunmalar varsa toxunmaları. Yeddinci, mükafatlandırma sistemi qur. Hər hansı bir işi, mərhələni gördükdən sonra özünü təqdir elə, özünə təşəkkür et, özünə mükafat ver. Çünki beyin mükafatı sevir, beyin təşəkkürü sevir. O halda beyin çalışacaq ki, sən uğur qazanasan ki, mükafat qazanım. Sən uğuru qazanasan ki, özümə təşəkkür edim. Bütün bu dediklərimi 30-40 gün disiplinli olaraq və sevərək, həzz alaraq edə bilsən, özündə böyük bir dəyişikliklərin olmasının fərqində ola bilərsən. Uğur olsun.